Mənim yanaşmam belədir ki, bizim çıxışımız həm də o anlamda olmasın ki, biz bütövlükdə Avropa İttifaqı ilə əməkdaşlığın əleyhinəyik. Biz Avropa İttifaqına artıq münasibətlərimizə yenidən baxmaq istəyir. Qətiyyən belə yanaşma yoxdur. Və elə bu mart ayının 11-də Antonio Costa, Avropa İttifaqı Şurasının prezidenti Bakıda səfərdə oldu. Azərbaycan prezidenti Cənab İlham Əliyev ilə görüşlər keçirildi və o da qeyd elədi ki, və Cənab Prezidentin də çıxışında bu fikir səsləndi ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli iqtisadi tərəfdaşıdır. Və bu ilin yanvar ayında bizim iqtisadi ticarət dövriyyəmizin 50% məhz bu Avropa ölkələri ilə olub. Və xüsusilə də iki istiqamətdə ənənəvi enerji, yəni neft və qaz sahəsində əməkdaşlıq inkişafı və eyni zamanda yaşıl enerjiyə keçid sayəsində hər iki dövlətin mövqeləri tamamilə üst-üstə düşür və hətta Cənab Costa belə bir ifadə işlədi ki, çox maraqlı bir ifadə idi. Dedi ki, qlobal qeyri-müəyyənlik dövründə, fikrə baxın, qlobal qeyri-müəyyənlik dövründə Azərbaycan Avropa üçün heç zaman olmadığı qədər vacib partniyora çevrilib. Yəni, bu günlər biz Avropa İttifaqına həmişəkindən də çox lazımıq və qeyd elədi ki, yaşıl enerji istiqamətində biz Avropanın maliyyə institutlarının səfərbər olunması və Azərbaycanla bu sahədə əməkdaşlığın genişləndirilməsində hazırıq. Yəni, bu mövqeyini ifadə elədi. Yəni, Avropa yekçiz deyil. Var Avropa İttifaqının, Avropa hökuməti, komissiyası, Avropa komissiyası və eyni zamanda Avropa parlamenti. Bizim narazılığımız Avropa parlamenti ilə bağlıdır, onun davranışı ilə bağlıdır və çox təəssüf hissi ilə qeyd edirəm ki, bugün Avropa parlamenti və korrupsiya sözləri sinonimləşib. Avropa parlamenti deyəndə insanın ağlına birinci korrupsiya gəlir. Korrupsiya deyiləndə də onun deməli qarşılığı kimi Avropa İttifaqı yada düşür. Bu çox Avropa parlamenti yada düşür. Bu çox acınacaqlı bir haldır. Bunu təəssüf hissi ilə qeyd edirik və bu son hadisələr onu göstərir ki, gələr Avropanın hüquq mühafizə orqanları çox ciddi araşdırma aparsınlar ki, Avropa parlamentinin bir sıra üzvlərinin erməni lobbisinin əlaqələrini araşdırsınlar. Üzə çıxarsınlar ki, çox qaranlıq məqamlar var və indi hörmətli həmkarım Azər müəllim toxundu o məsələ, Louis Acampa ilə bağlı məsələ. Bu hesab edirəm ki, çox həqiqətlərə demək işıq saçdı. Həqiqətən də aydınlıq gətirdi. Bizim bölgəmizdə Avropa deyiləndə, Avropa İttifaqı deyiləndə sivil, mütərəqqi, inkişaf etmiş bir dövlət, cəmiyyət anlaşılan elm, təhsil, işıq, maariflənmə, bütün ali hisslər. Təəssüf ki, o Avropa parlamentində əyləşənlər Avropanı bir günə qoyublar ki, İndi artıq Avropa parlamenti deyəndə assosiasiya tamamilə başqadır. Başqa bir reallıq üzə çıxır və bu çox acınacaqlı haldır və təəssüf hissi ilə qeyd edir ki, bugün Avropa parlamentində Azərbaycan əleyhinə bir qruplaşma formalaşıb. Bir qrupdur. Və onların sayı 20, 30, 40 nəfər, 50 nəfər, 720 deputatın içərisində bu azlıqdır. Amma qərarların qəbul edilməsində elə bir yanaşma var ki, o 40-50 nəfərin bir şeyi dəstəkləməsi bir çox halda qərarların qəbuluna gətirib çıxarır və bu hesab edirəm ki, bizim münasibətlərimizə çox ciddi xələl gətirir.